Salam dostlar, isbatla bağlı olan belə bir çalışmanı həll edək. İti bucağı 15 dərəcə, hipotenuzu C olan düzbucaqlı üçbucağın sahəsinin C kvadratı bölünsün 8 olduğunu isbat edin. Bir düzbucaqlı üçbucaq çəkirik. İti bucaqlarından biri 15 dərəcədir. Hipotenuz isə C-dir. Bu düzbucaqlı üçbucağı bir düzbucaqlıya tamamlayırıq. Və düzbucaqlının digər diaqonalını da çəkirik. Deməli, digər diaqonalda tərəflə 15 dərəcəli bucağı əmələ gətirəcək. Üçbucağın xarici bucağının xassəsinə görə deməli, bu diaqonallar arasındakı bucaq 30 dərəcə olar. Düzbucağının sahə düsturlarından biri S bərabərdir 2də 1 D kvadratı vurulsun sinus alfa. Yəni, diaqonallar arasındakı bucağın sinusuna bərabər olur. Buradan isə alırıq ki, 2də 1 vur. Diaqonalın yerində S dayanıb. S kvadratı vurulsun sinus 30 dərəcə. Sinus 30 dərəcədə 2də 1 alır. Deməli, buradan alarıq ki, S kvadratı bölünsün 4. Biz düzbucaqlının sahəsini aldıq S kvadratı bölü 4. Amma bizdən düzbucaqlı üçbucağın sahəsini soruşur. Yəni, diaqonal sahəni yarıya bölür. Deməli, düzbucaqlının sahəsi olacaq S kvadratı bölü 4-ü böləcək 2-yə və bu da bərabər olacaq S kvadratı bölünsün 8-i. Deməli, iti bucaqlarından biri 15 dərəcə və hipotenuzu C olan düzbucaqlı üçbucağın sahəsini S kvadratı bölünsün 8 aldıq.